Salam, hər vaxtınız xeyir olsun değerli YouTube izleyicilerimiz. Bugün sizə elə bir həyət evini təqdim edəcəm ki, inanın ki, bu evimiz heç bir həftə satışda qalmayacaq. Səbəb də odur ki, həm evin qiyməti dəyərindən aşağı qiymətə deyilir, həm də yerləşmə yeri Zabrat qəsəbəsidir. Zabratın gözəl məhəllərindən birindəyik. 307 sayılı orta məktəb var. Yəqin ki, bunu çoxunuz tanıyırsınız. Məktəbin tam yaxınlığı deyil. Yəni burada məşhur yer məktəb olduğuna görə oranı qeyd edirəm. Hardasa yaxın məsafəliyində yerləşir. 198 sayılı marşrutda evin tam yaxınlığından keçir. 6 sot torpaq sahəsindədir. Yerdən kürsüdə tikilib. Evimiz də 3 otaqlıdır. Tam hazır girib yaşaya biləcəyiniz evdir. Evdə istilik sistemi kombidir. Pəncərəsinin reşotkasına qədər hamısı var. Hamam sanitar qovşağın bütün aksesuarları var. Bu evimizin geniş həyət yanı sahəsi, həyətinə bir neçə maşın tam rahatlıqla daxil ola bilir. Gəlin keçək evin ilə də sizi tanış edeyim. Və evində zabora bitişiyi yoxdur. Zaborlarından məsafəsi saxlanılaraq tikilib. Evin çardağına girişi var. Çardağa girişi dəhlizindən yerləşdirilib. Evimiz dəhliz sistemlidir. Dəhlizdən də otaqlarına bölünür. Bura hamam otağı, aksesuarlar hamısı var. Ünvanı bir daha qeyd edirəm. Zabrat qəsəbəsi 307 sayılı orta məktəbin yaxınlığı. 6 sotun içində 3 otaq, 100 kvadratdan çox ümumi sahəsi var. Mərkəzi kanalizasiya var. Qazı, suyu, işığı, sayğaçlarının hamısı var. Kombinin aparatları, radiatoru hamısı qoyulub. Sənəd bələdiyyə sənədidir. Qiyməti isə 88 min manatla satışa çıxıb. İnşallah ki, real alıcılar olsa, evin qiymətində də endirim olunacaq ev sahibi tərəfindən. Əlavə nə suallarınız olsa, buyurub sizdən gedərək məlumat ala bilərsiniz. Kanalıma abunə olmağı, videolarımı bəyənməyi unutmayın. Və onu da qeyd edim ki, sonda evin betonu da var, kəməri də var, 4 bir divarı da qoşadaşdır. Qiymət 88 min manat. İzlədiyiniz üçün təşəkkür edirəm.